Kremlin ən tanınmış təbliğatçılarından biri olan Vladimir Solovyov Rusiyanın Ermənistana qarşı xüsusi hərbi əməliyyat başlatmaqda haqlı ola biləcəyini irəli sürüb. Rusiya Ukraynadakı tam miqyaslı işğalını da məhz xüsusi əməliyyat adlandırır. Solovyov ABŞ-nın Venezuelaya son müdaxiləsinə toxunub və deyib ki, bizim üçün Ermənistandakı hadisələr Venezueladakından qat-qat daha ağrılıdır. O deyib ki, artıq beynəlxalq hüquq və qlobal nizam çoxdan tapdalanıb. Bəs Rusiyanın Ermənistana hərbi müdaxiləsi real ola bilərmi? Siyasi şərhçi Raif Mirqadirov deyir ki, Ermənistan vasitəsilə Rusiya uzun illər Azərbaycana təzyiq göstərib və öz təsir dairəsində saxlayıb Azərbaycanı. Azərbaycanı və Ermənistanı öz təsir dairəsində saxlamaqsa o deməkdir ki, həm Cənubi Qafqazı, həm də ki, müəyyən mənada Orta Asiya ölkələrindən qərbə gedən, Türkiyəyə gedən yolları nəzarət altında saxlayırsınız. Bu çox vacibdir. Azərbaycanla Ermənistanın nəzarət altında qalması eyni zamanda yenə də Ermənistan vasitəsilə Azərbaycana təsir göstərməklə şimal-cənub dəhlizində nəzarətdə saxlayırsınız. Bu isə Rusiya üçün yaxın şərqə çıxışdır. Raif Mirqadirov deyir ki, bunları əldən verməmək üçün Rusiya beynəlxalq hüququn işləmədiyi bir dövrdə təcavüzlərə yol verə bilər. Solovyovun dedikləri isə həm də Azərbaycan üçün bir xəbərdarlıqdır. Digər siyasi analitik Qulu Məmmədli deyir ki, Solovyovun açıqlamaları təsadüfi deyil. 2018-ci ildən bəri Rusiya hakimiyyəti Ermənistanda hakimiyyət dəyişikliyi üçün bir çox vasitədən istifadə edib. Solovyov bildirəndə ki, Ermənistanda baş verən bugünkü proseslər Venezuela'dan da daha ağır situasiya göstəricisidir. O onu qeyd etmək istəyir ki, bununla, yəni Ermənistanda 2018-ci ildən bu yana və ildən ilə də daha çox avrointeqrasiya xətti tutmuş bir hökumət hakimiyyətdədir və bu təbii ki, Cənubi Qafqazda Rusiya ki, bu bölgəni hələ də özünün arxa bağçası hesab edir. Bu bölgədə Ermənistanın bu şəkildə avrointeqrasiyası Qərblə, Amerika Birləşmiş Ştatları ilə, Avropa ilə əlaqələrinin günbəgün sıxlaşdırılması onları artıq Ermənistanla bağlı fiziki olaraq hərəkətə keçirmək mərhələsinə gətirib çıxartdığının göstəricisidir və dünyada yeni bir tendensiyanı da ələ alaraq, yəni Amerika Birləşmiş Ştatlarının Venezuela prezidentini ölkə ərazisindən gedib götürülməsini eynən kompensasiya etmək istəyirlər ki, biz də eyni şəkildə Ermənistan baş nazirini gedib götürə bilərik. Bəs Rusiyanın da ABŞ-a qədər imkanı varmı ki, Ermənistana daxil olub Paşinyanı həbs etsin? Qulu Məmmədli deyir ki, hələ Ukraynada müharibə başlayarkən Putin demişdi ki, Kiyevi 24 saata götürərik, amma hələ 4 ildir ki, buna nail olmayıb. Üstəlik, bu illər ərzində Rusiya sanksiyalarla xeyli zəiflədilib. Beləliklə, Rusiya zaman keçdikcə Cənubi Qafqazdan Orta Asiya və Suriya, Afrika ölkələrindən yavaş-yavaş çəkilməli olacaq.